Salam Məntiq və İnformatika kanalımın izləyiciləri. Bu gündən ibtidai sinif MİQ hazırlığına başlayırıq. Hazırlığa qoşulmaq istəyənlər 055 645 61 93 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Bugünkü ilk dərsimiz olacaq rəqəmlər və ədədlər. Burada da yazdığım kimi rəqəmlər ədədləri yazmaq üçün istifadə olunan simvollardır. Yəni 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9 simvoldur. Burada neçə dənə simvol var? 10 dənə simvol var. Ona görə bizim say sistemimiz onluq say sistemi adlanır. Sıfırdan başqa, buradakı sıfırdan başqa bütün rəqəmlər, yəni 1-dən 9-a qədər olan rəqəmlər eyni zamanda ədəd də adlanır. Ancaq bütün ədədlərə biz rəqəm deyə bilmərik. Rəqəmlər dedik ki, 0-dan 9-a qədər olanlardır. Bəs ədədlər nədir? Ədədlər 0-dan 9-a qədər olan rəqəmlərdən düzələnlərdir. Məsəl üçün, 1 özü ədəddir. Eyni zamanda rəqəmdir. 0 ancaq rəqəmdir, ədəd deyil. 2 özü rəqəmdir. Eyni zamanda ədəddir. Ancaq məsələn yazsam ki, 23 bu sadəcə ədəddir, rəqəm deyil. Məsələn yazsam ki, 352 bu sadəcə ədəddir, rəqəm deyil. Rəqəmlər ancaq 0-dan 9-a qədər olanlardır. 0-dan 9-a qədər olan rəqəmlərin içərisində olan ədədlər isə ancaq 1-dən 9-a qədər olanlardır. Ən kiçik rəqəm 0, ən böyük rəqəm isə 9-dur. Ən kiçik ədəd 1, ən böyük ədəd isə məlum deyil. Biz dedik ki, ədədlər rəqəmlərdən düzəlir. İndi isə ədədlərdən danışaq. Ədədlərimiz 1 rəqəmli ədədlər, 2 rəqəmli ədədlər, 3 rəqəmli ədədlər və s. belə art-arta gedir. 1 rəqəmli ədədlər 1-dən 9-a qədər olan ədədlərə biz 1 rəqəmli ədədlər deyirik. 10-dan 99-a qədər olan ədədlərə biz 2 rəqəmli ədədlər deyirik. 100-dən 999-a qədər olan ədədlərə biz 3 rəqəmli ədəd deyirik və s. bu siyahını uzatmaq olar. 1 rəqəmli ədədlərdə 9 dənə ədəd var. 9 dənə rəqəm var. 2 rəqəmli ədədlərdə 90 dənə ədəd var. 180 dənə rəqəm var. 3 rəqəmli ədədlərdə 900 dənə ədəd var. 2700 rəqəm var. Və s. yenə də deyirəm, bu siyahını uzatmaq olar. 1 rəqəmli ədədlərdə ən kiçik ədəd 1, ən böyük ədəd isə 9-dur. 2 rəqəmli ədədlərdə ən kiçik ədəd 10, ən böyük ədəd isə 99-dur. İndi isə burada sözlərə fikir vermək lazımdır. Əgər bizə də rəqəmləri fərqli, ən kiçik rəqəmli ədəd 10-dur. Rəqəmləri fərqli. Əgər desək rəqəmləri fərqli, ən böyük ədəd 2 rəqəmli ədəd, onda deyəcəyik 98. 99 rəqəmləri fərqli olmadığına görə biz onu götürə bilmərik. Əgər desək ki, rəqəmləri fərqli ən kiçik 3 rəqəmli ədəd, onda olacaq 102. Desək ki, rəqəmləri fərqli ən böyük 3 rəqəmli ədəd, onda olacaq 987. Yəni, burada məsələdə verilən sözlərə diqqət yetirmək lazımdır. Gəlin, indi isə bunlara aid məsələlərə baxaq. Ən böyük rəqəmləri müxtəlif 2 rəqəmli ədədlə. Cümləni oxuyuruq yenə. Ən böyük rəqəmləri müxtəlif 2 rəqəmli ədəd. Ən böyük rəqəmləri müxtəlif olan 2 rəqəmli ədəd dedi ki, 98-dir. Ədədlə ən kiçik rəqəmləri müxtəlif 3 rəqəmli ədədin cəmi neçədir? Ən kiçik 3 rəqəmli ədəd və rəqəmləri müxtəlif olan olur 102. Bunların da bizdən cəmin istəyəndə
Cavab olur 200. Nümunə 3-ə baxaq. 3 ədədin cəmi, 3 ədəddən söhbət gedir. 3 ədədin cəmi 59 olarsa. Baxın, burada yazırıq birinci ədəd, burada yazırıq ikinci ədəd, burada da yazırıq üçüncü ədəd. Birinci, deyir ki, bunların cəmi bərabərdir 59-a. Sualda deyir, bu ədədlərin ən böyüyü neçə olur? İndi tutaq ki, mən burada 3-ü ən böyük götürmək istəyirəm. Üçüncü olanı ən böyük götürmək istəyirəm. Üçüncü olanı ən böyük götürmək istəyir. Fərq eləmir. Birinci, ikincini də götürə bilərsiniz. Burada fərq yoxdur. Üçüncü olanı ən böyük götürmək istəyirəmsə, digər toplananlar ən kiçik qiymət almalıdır. Və sualı bir də oxumaq istəyirəm ki, burada başqa bir şey demir. 3 ədədin cəmi 59 olarsa, bu ədədlərdən ən böyüyü neçə olar? Fərqli ədədlərdir, 2 rəqəmli ədədlərdir, 1 rəqəmli ədədlərdir, 3 rəqəmli ədədlərdir sözü demirsə, o zaman mən birinci ədədimə ən kiçik ədəd 1, ikinci ədədimə yenə ən kiçik ədəd 1, müxtəlif sözü olmazsa əgər burada 2 dənə 1 götürmək olar. Götürərəm, üçüncü ədədə də x deyərəm. O zaman 2 üstəgəl x bərabərdir 59-a, x buradan bərabər olar 57-yə. Deməli, bu ədədlərdən ən böyüyü 57 olar. 3-cü nümunəyə baxaq. 3 müxtəlif, burada gördüyünüz kimi müxtəlif sözü işlədir. 3 müxtəlif ədədin cəmi 59 olarsa, yenə də yazıram birinci ədəd, ikinci ədəd, üçüncü ədəd. Bunların cəmi bizə yenə də 59-u verir, bərabərdir 59. Olarsa bu ədədlərdən ən böyüyünü, yenə ən böyüyünü soruşur. Tutaq ki, yenə 3-ü ən böyük olaraq götürürəmsə, digər toplananlar, yəni burada 3 dənə toplanan var deyə, bunlardan biri böyüksə, digər ikisi kiçik olmalıdır. 4 dənə toplanan olsa, biri böyük olarsa, digər 3-ü kiçik olacaq. Yəni, biri böyük olması üçün digərlərinin hamısının kiçik olması lazımdır. Burada da bizə 3 müxtəlif dediyinə görə və 2 rəqəmli, 3 rəqəmli demədiyinə görə mən burada birinci ən kiçik ədədim 1-i götürərəm. 3 müxtəlif dediyinə görə ikincini də 2 götürərəm. Burada x yazsaq, olar 3 üstə gəlinsin. X bərabərdir 59-a. O zaman x-imiz buradan 56 edər. Deməli, bu ədədlərin ən böyüyü 56 olacaq. Növbəti nümunəyə baxaq. Nümunə 5-də belə bir məsələ verir. 3 2 rəqəmli ədədin cəmi 108 olarsa, bu ədədlərin ən böyüyü, yenə ən böyüyünü soruşur, neçə olar? Yenə də 3 2 rəqəmli ədəd. Yazıram birinci ədəd, ikinci ədəd, üçüncü ədəd. Bunların cəmini bizə 108 veribdir. Bərabərdir 108. İndi baxın, 3 2 rəqəmli ədədin cəmidir. Müxtəlif söz işlətmirsə, ən kiçik dedik ki, ən böyük olması üçün bunlardan biri ən böyükdürsə, digərləri ən kiçik olmalıdır. Deməli, ən kiçik rəqəmli ədədim 10 olduğuna görə buna da 10 verə bilərəm. Müxtəlif sözü işlətmədiyinə görə ikinciyə də 10 verə bilərəm. Üçüncünü isə bilmirəm, onu da tapacaq. O zaman olacaq 20 üstə gəlinsin, x bərabərdir 108-ə. Onda x bərabər olacaq 108-dən də 20 çıxanda eləyəcək 88. Deməli, cavabımız olacaq, ən böyük ədədimiz olacaq 88. Növbəti nümunəyə baxaq. 6-cı nümunədə 3 müxtəlif 2 rəqəmli ədəd. Gördüyünüz kimi burada deyir ki, 3 müxtəlif 2 rəqəmli ədədin cəmi 108 olarsa. Yenə burada da 3 dənə ədəd götürürəm. Birinci ədəd, ikinci ədəd və üçüncü ədəd. Bunları toplayırıq. Bizə verir 108. İndi sualımıza baxaq. Bu ədədlərin yenə ən böyüyünü soruşduğuna görə birini ən böyük götürürəmsə, digərlərini ən kiçik götürməliyəm. Deyir ki, 3 müxtəlif 2 rəqəmli. O zaman burada müxtəlif sözü işlədirsə, biz ən kiçik 2 rəqəmli ədəd birinci 10, ikinci 11, üçüncüyə də x veririk.
eləyir 21 üstə gəlinsin. X bərabərdir 108-ə. X-i buradan tapdığımızda 108-dən 21 çıxacaq, eləyəcək 87. Deməli, burada cavabımız olacaq, yəni ən böyük ədədimiz olacaq 87. Nümunə 7-də belə bir məsələ verir. 3 müxtəlif rəqəmləri fərqli. 3 müxtəlif rəqəmləri fərqli 2 rəqəmli ədədin cəmi 108 olarsa. Yenə 3 dənə ədəd götürürəm. Birinci ədəd, ikinci ədəd və üçüncü ədəd. Bunların cəminin bizə verib 108. İndi bu ədədlərin yenə ən böyüyünü soruşduğuna görə birini ən böyük götürəcəmsə, digərləri mənə ən kiçik qiymət verməlidir. 3 müxtəlif rəqəmləri fərqli. Birinci ən kiçik rəqəmli ədədimiz 10-dur. Onun da rəqəmləri fərqli olduğuna görə biz burada onu götürə bilərik. İkinci ən kiçik rəqəmli ədədimiz 11-dir. Ancaq rəqəmləri eyni olduğuna görə biz 11-i götürmürük. O zaman 11-dən sonra gələn ən kiçik rəqəmli ədədimiz 12-dir. 12-nin də rəqəmləri fərqli olduğuna görə biz 12-ni götürə bilərik. Bunu da x götürürük. O zaman olur 22. Üstə gəlinsin x bərabərdir 108. X də bərabərdir 108-dən də 22 çıxanda eləyir 86. Deməli, ən böyük ədədimiz 86 olur.